Salam əziz şagirdlər, mən sizlərə 2-ci sinif İzə nəşriyyatından məntiq testlərinin izahını verəcəm. Birinci sualımızdan başlayaq. Hansı fərqlidir? Baxaq, Aydan, Ayla, Aynur, bunlar hər üçü qız adıdır. Aydın isə oğlan adıdır. Fərqli olan olur C variantı. Sual işarəsini müəyyən edin. Müəyyən edək. Baxaq. 10-dan 8-in çıxsaq, qalır 2-si. 7-dən 5-in çıxsaq, qalır 2-si. Yəni, hər ikisində aralarında olan fərqlər eynidir. Baxırıq digərinə. 24-dən 18 çıxanda 16-sı qalır. Üzr istəyirəm, 6-sı qalır. 19-dan 13 çıxanda qalır 6-sı. İndi diqqət edək. Burada baxırıq ki, yuxarıdakı böyük ədəddə aşağıdakı kiçik. 42-dən 28 çıxsaq qalır neçəsi? Qalır 14. Burada isə 32-nin üzərinə 14 gəlirik. Edəcək 46. Doğru cavab edir C variantı. Fərqli sözü tapın. Bəbir, aslan, tülkü, ceyran. Bəbir, aslan, tülkü bunlar yırtıcı heyvandır. Fərqli olan olur C variantı. Dördüncü testimizə baxaq. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Baxaq. Hissələrin cəmi tamı verir. 12-nin üzərinə 14 gəlsək 26. 19-un üzərinə 15 gəlsək 34. Baxın. Hissələrin cəmi tamı verdi. Aşağıda 2 ədəd, yuxarıda 1 ədədə, aşağıdakı 2 ədədin cəmi yuxarıdakı 1 ədədə bərabərdir. Burada isə hissələrimizə baxırıq. 21, 19. 21-in üzərinə 19 gələndə neçə edir? 40. Demək ki, bizim tamımız 40 olmalıdır. Doğru cavab edir D variantı. Digərinə baxaq. 6, 8, 2... 11, 9. Bunlar arasında əlaqə baxın, əziz şagirdlər. Dairələr verilib. Diqqət edirik dairələrə. Bir də kvadratlar verilib. Dairələrin cəmi kvadratın içinə yazılıb. 6-nın üzərinə 2 gəlsək 8. 2-nin üzərinə 9 gəlsək 11. Kvadratın içinə yazılıb. Burada isə dairələrin cəmi 9-un üzərinə 3 gəlsək burada edəcək 12. Doğru cavab C variantı. Növbəti testə baxaq. Sual işarəsinin yerinə neçə olmalıdır? 2, 6, 4, 8. Burada məntiqi əlaqəni necə düşünməliyik? Baxaq, düşünək. Baxırıq ki, saat əqrəb istiqamətində gedəndə baxın. 2 qarşısındakı ədəd yazılıb 6. Düzdürmü? 2-nin üzərinə 4 gəlsək 6 edir. 6-dan 2-sini çıxsaq qalır 4-ü. Yəni, arasında 4 vahid fərq var. Baxırıq digərinə, sadə əqrəb istiqamətində getdikcə 6 qarşısında ədəd 10. 6-nın üzərinə 4 gələndə 10 edir və yaxud da 10-dan 6 çıxsaq 4 edir. Saat əqrəbi istiqamətində gedəndə 4 vahid artır. Geriyə, əksinə getsək 4 vahid azalır. 4-ün üzərinə 4 gəlsək 8. 8-in üzərinə 4 gəlsək edir 12. Doğru cavab olur D variantı. Baxaq, ədədlər verilib 1, 4, 7, 10. Burada isə əlaqə bu cürdür. 3 vahid artıb. 1-in üzərinə 3 gəlsək 4. 4-ün üzərinə 3 gəlsək 7. 7-nin üzərinə 3 gəlsək 10. 10-un üzərinə 3 gəlsək edir 13. Doğru cavab D variantı. Burada 5 bucaq, 3 bucaq alıb 8. 3 bucaq, 4 bucaq, yəni kvadrat alıb 7. Necə almışıq? Baxın, bucaqların sayını toplayıb 5 bucaqlı bucaqlarını sayırıq. Görürük 5 bucaqlıdır. Digəri isə 3 bucaqlıdır. 5-in üzərinə 3 gəlsək edir 8. Burada 3 bucaqdır. 3-ün üzərinə 4 bucaqdır. 4-ü gəlsə edir 7. Burada isə 3 bucaqdır 3, 4 bucaq 4. Burada isə 5 bucaq var. Bunların cəmi edir 12. Doğru cavab olur C variantı. Ardıcıllığı tamamlayın. Banan, armud, gilas. Burada baxırıq Nərgiz,
pomidor, çinar, ananas. Bunu əslində iki baxımdan düşünmək olar. Meyvə adları var. Banan, armud, gilas meyvə adıdır. Biz də burada meyvə adını seçməliyik. Ananas. Həmçinin samitlə başlayır. Saitlə, samitlə, sonra da saitlə gələn söz kimi də düşünə bilərik. Doğru cavab olur D variantı. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Baxaq. 4-ün üzərinə 6 gəlsək, edir 10. 6-nın üzərinə 2 gəlsək, 8. 2-nin üzərinə 8 gəlsək, 10. 8-in üzərinə 10 gəlsək, 18. 10 üzərinə 12 gəlsək, 22. 22-nin üzərinə 9 gəlsək, burada edəcək 21. Doğru cavab olur C variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Hər hansı qaranlıq qalan məqamlar olarsa, rəy bölməsində yazıb suallar verə bilərsiniz.